Dərsdə qarşımıza çıxan maraqlı faktları sizinlə bölüşürəm. Bu da onlardan biri. When the USA became independent, American dictionaries adopted new spellings for many common words. For example, center and color instead of center and color. Burada nə demək istəyirlər? Tələffüzlər eyni oldu, amma gördüyünüz kimi center və color sözlərinin yazılışlarında fərq oldu. Cümlənin tərcüməsinə görə, yəni Amerika Birləşmiş Ştatları müstəqil olanda, azad olanda, onda Amerika lüğətləri bir çox sözlər üçün yeni deyiliş və yazılış qaydaları qəbul elədi, adopted, götürdü. Məsələn, gördüyünüz kimi bu sözləri nümunə göstəriblər. This modern spelling was an important symbol of identity for a new country. Burada symbol of identity deməklə nə nəzərə tutulur? Yəni, kimliyi göstərən, şəxsiyyəti göstərən bir rəmz, simvol. Ümumiyyətlə, bir xalqa, bir qrupa məxsus olan, digərlərindən fərqləndirən rəmzlər. Bu sözləri dəyişdirməklə özlərini British English'dən fərqləndirməyə çalışdılar. Yəni bu önəmli bir rəmz imiş yeni bir ölkə üçün. Nümunələrə baxsaz, digər sözlərin də fərqli cəhətlərini görəcəksiniz. Yəni bəzən bir hərfi, bəzən iki hərfi dəyişməklə yeni söz əmələ gətiriblər. Daha sonraki məlumat da mənə maraqlı gəldi. Ona görə bölüşürəm sizinlə. Britons and Americans always notice if a speaker comes from the other country. Yəni Britaniyadan və ya Amerikadan olanlar, onlar başqa ölkədən gələni hiss edirlər. Həmişə hiss edirlər. One big difference is the R sound. Deməli, əsas böyük fərq R səsinin olmasıdır. In AE, yəni in American English, you hear it clearly in words like card, fork or herd. Yəni Amerika İngiliscəsində sən bunu aydın şəkildə hiss edirsən R hərfini kart sözündəki kimi, çəngəl və yaxud da eşitmək sözlərindəki kimi. When the first settlers traveled to Britain's American colonies, this R sound was still used in England. Deməli, ora ilk köçən insanlarda bu R hərfi hələ də hiss olunurmuş əvvəllər, öncələri hiss olunurmuş. R hərfi hətta istifadə olunurmuş. But by the early 19th century it had disappeared in many regions. Amma 19-cu əsrin əvvəllərindən etibarən çox bölgələrdə, çox regionlarda yox olub. The R is silent in standard British English today. Yəni hal-hazırda standart Britaniya İngiliscəsində R hərfi səssizdir. Yəni istifadə eşidilmir daha doğrusu. Məsələn, car deyirik, kar yox, maşın sözünə. Car, British English'də fərqli oxunur, fərqli tələffüz olunur.